Mən Rəhimova Rahilə kətdə yaşayıram. Heyvandarlıq bizim ailə təsərrüfatımızdır. Biz əvvəllər yerli cinsdən olan heyvanlar saxlayırdıq. Bu heyvanlardan götürdüyümüz xeyir, çəkdiyimiz xərci çıxartmırdı. Sonralar 2018-ci ildə lizing yolu ilə simental cinsli inəklər aldıq. Onları dövlətin dəstəyi ilə aldıq. Gördük ki, bu yerli heyvanlarla cins heyvanların arasında nə qədər fərq var. Bu fərqi biz onların südünün miqdarında, yağlılığında və keyfiyyətində görürük. Mən süd, qatıq, şor, pendir, yağ düzəldirəm. Bunları satış üçün düzəldirəm. Həm də bundan həm öz ailəm, həm də oğlumun, qızımın ailəsi istifadə eləyir. Gəlirdən gələn xeyirlə isə biz həm təsərrüfatımızın ehtiyacını, həm də ailəmizin ehtiyacını ödəyir.